Az qala, az qala, az qala. Deyəsən ki, elə bir domino məclisinə yığılan yoxdur ki, ayrılanda dalaşmasın. Az qala bunu, az qala deyəsən bunu. Əsəb, qəzəb, söyüş, hirs, hirsiz şeylər hamısı icazəlidir deyib, bu şeylər olanda artıq icazəli çevrilir harama. Allah razı olsun. Bir məsələni qeyd edim, yadıma düşmüşsən. Oyunla bağlı. O oyunlar ki, mübahdır, icazəlidir, icazə. Bilyard, icazəlidir yoxsa yox? Şaşki, icazəlidir yoxsa? İcazə. Futbol, icazəlidir yoxsa yox? İcazəlidir. Dayım. O oyunlar ki, icazəlidir. Vallahi o icazəli olan oyunları qıraqdan törənən şeylər haram edir. Rahat. Məsələn, puldan oynayır. Əsl icazəlidir, pul, qumar. Getdi. Əsl icazəlidir, namazın vaxtı çıxır. Haramdır. İcazəlidir bəs, haramdır. Qıraqdan törənən şeylər onu haram edir. Həmçinin bura daxildir ədavət, düşmənçilik, qəzəb. Qardaş, adam var, mən tanıyıram şəxsən, bəlkə aramızda qardaşlar da tanıyırlar. Futbol icazəlidir, iki qardaş danışmırlar illərdir. Niyə? Futbolda dalaşıblar. Deməli, ikisindən birini oynaması haramdır. Oynayıb apara bilmir özünü. Futbolda apara bilmir özünü. Meydançada apara bilmir özünü. Məsələn, qardaş biri meydançada futbol oynayırsan, top əlivə dəydi. Vallahi dəyməyib. Deyir, vallahi dəyib. Yox. Nə baş verdi? Ədavət. Ədavət. Oyun haramdır. Olmaz oynamaq. Adam bilir ki, özümü idarə edə bilmirəm. Sənə haramdır, oyun haram deyil. Sənə haramdır. Mən domino oynayıram, məsələn, icazəlidir deyib oynayıramsa, mən qardaş özümü apara bilmirəmsə orada, söyüş söyürəmsə, qəzəblənirəmsə, əsəb, düşmənçilik, artıq şeylər mənə görə haramdır. Sən oynamamalısan. Baxmayaraq ki, əsli icazəlidir. Dominodan çox danışdım, çıxıb yeyib oynamayacaqsınız. İkisinə. Bismillahirrahmanirrahim sorun.